Hə, köhnələr, axşamınız xeyir olsun. Ekranlara yaxın oturun. Bu dəqiqə mən sizinlə bir maraqlı, bəlkə də bəziləriniz üçün faydalı bir məlumatla bölüşəcəm. Amma əvvəla mən sizə kineziologiya haqqında bir-iki söz də olsa biraz məlumat vermək istəyirəm. Kineziologiya bir elmdir. Bu elm insan hərəkətlərini, insanın oynaqlarının, sınırlarının, əzələlərinin, sümüklərinin bir-biri ilə olan sintez əlaqələrini öyrənən bir elmdir. Loru dildə desəm, bu elə bir elmdir ki, elə bil özündə cəmləşdirir həm təbiət elmlərini, hansı ki bizim o dədə-babalarımızdan, köhnələrdən qalıb da, başa düşdünüz? Bir də yeni, yəni müasir tibbin, müasir medisinanın insan bədəninin reabilitasiyasına aid olan hissəsini, yəni bu ikisi bir-birində birləşdirir. Yəqin ki, bəziləriniz başa düşdünüz də artıq nədən söhbət gedir. Söhbət biz sınıqçı kimi tanıdığımız bir peşədən gedir. Yəni çoxları məncə bu ilə yaxın tanışdılar. Özdə bu xüsusən tək Bakı əhlinə deyil. Məsələn, bizim rayonlarda da çox yerlərdə yəni sınıqçılar həmişə çox populyar olublar. Hətta mən yəni bizim medisinanı, bizim tibbi aşağılamaq heç bir niyyətim yoxdur. Amma ki mən inanıram ki 100%, bəlkə də indi kimsə kommentari bölümündə yazacaq ki, biz müraciət elədik, yəni hansısa xəstəxanalara, orada şəfa tapmadıq, amma həmən bax o şəfanı həmən o sınıqçılar vasitəsilə tapdıq. Düz deyirəm, yoxsa yox? Yəni mən əminəm ki, bu 100% olacaq. Kimsə yazacaq bu barədə. Neysə, uzun sözün qısası, artıq yəni sınıqçılıq da yeni bir etapa çıxıb, yeni bir urovniyə çıxıb. Yəni Bakıda belə bir mərkəz açılıb. Yəni bir mərkəzin tərkibində bir departament mi deyim, ona şöbə mi deyim, kabinet deyim. Axır ki, tam qanuni, sertifikatlaşmış sınıqçı xidməti əgər istəyirsinizsə, yəni keyfiyyətli bir sınıqçı xidməti, mən sizə tövsiyə edirəm, gedəsiz. Əhməd Rəcəbli 5A-da yerləşir, Nərimanov rayonunda Life Medical Center. Orada Cavahir xanım adlı bir, yəni bu həmən o məntəqənin, o mərkəzin böyüyü var. Onunla əlaqə nömrəsi də mən bu dəqiqə sizə deyərəm 055 534 0050. Yəni tam şəkildə yararlana bilərsiniz. Mən bu videonun sonunda, yəni bir-iki dənə balaca səhnə çəkmişəm həmən o yerdən. Bir dənə də sizdən xahiş edirəm, mənə topa tutmaq lazım deyil. Orada bir səhnə var, görəcəksiniz ki, elə bil ki, kim ki orada yardım göstərir, o özü ağ xalatsızdır. Amma ki, sadəcə bir dənə onu bilin ki, yəni o an, o bir ana idi, öz uşağına sadəcə olaraq, uşaq onun uşağı idi, ona yəni nəsə bir kömək eləyirdi, dəstək eləyirdi. Yəni orada tam şəkildə steril, inanın mənə, mən özüm burada olmuşam, görmüşəm, yəni dəyər. Neysə, sonda indi həmən o mərkəzin yəni rəhbərinin slide show formasında mən sertifikatlarını da qoyacağım. Buyurun, yəni müraciət edə bilərsiniz. İndi isə gəlin həmən o videolara baxaq. Qəlbdən qəlbə. Bu qədər. Həmən sizə məlumat verdiyim yer yerləşir Əhməd Rəcəbli 5 ünvanda yerləşən Life Center'ın Life Medical Center'da. Bu dəqiqə mən hal-hazırda həmən o Medical Center'ın dəhlizindəyəm. Sizə lazımdır burada gələsiz 23 nömrəli kabinetə, 23 nömrəli otağa. Yəni həmən şəxsin də adı Cavahir xanımdır. Yəni bu barədə bundan öndəki videoda mən sizə məlumat verdim. İndi də mən içəri keçəcəyəm, içəridəki olan şəraiti sizə təqdim edəcəm. Hal-hazırda hələ bir pasiyent var. Pasiyentin də ki, yəni nə var pasiyentdə? Cavahir xanım. 10 günlük çıxıb. 10 günlük sümüyündə, yəni ayağı çıxıb. Falanqa tərəfdə çıxıb. Falanqa tərəfdə çıxıb.
bu dəqiqə, yəni ki, bunu biz birlikdə çalışırlar ki, yerinə oturtsunlar. Yəni köhnə biz belə buna sınıqçı deyərdik də, indi isə sınıqçı bax belə bir konkret formalar, necə deyərlər, götürüb özünə. Görürsünüz də, yəni müasir bir kabinet, müasir bir şərait. Amma ki, mövzu elə həmən mövzudur. Yəni ki, çox uzun olan, uzun illərin təcrübəsi.